fikir vermişsiniz bəzi dindarların uşaqları dindən uzaqdır. Ona görə ki, o qədər tələbkardır, tələb eləyir ki, bezdirir insanları. Amma böyük ariflərə baxın, biri rəhmətli Behçətdir ki, bilirsiniz də çox böyük məqamı olan adamlardan biridir. Oğlu deyir, bundan nəsihət dartıb qopartmaq olurdumu ki, bir kəlmə nəsihət eləsin? Oğlu deyir, həsrət idi ki, bu bir ağzını açsın, bir kəlmə bizə bir irad desin, nəsihət eləsin. Ömürdə neçə dəfə olmuşdu, o da işarə ilə deyirdi ki, bəziləri var belədir, bəziləri var elədir. Mən də fikirləşdim ki, deyəsən bu mənə deyir nəysə. Ömrünün deyir, lap son vaxtları idi, getdi, əl-üzün yuyurdu, da güclə gəzirdi. Əlindən tutub aparırdıq. Oğul deyir, qapıda gözlədim ki, Həsən çıxar, gördüm çıxmır. Biraz utandım qapını döyüm, açım ki, utandım, ədəb mənə imkan vermir. Amma görüm, vaxt çox keçdi. Qapını açdım, gördüm, yıxılıb, uzanıb, dura bilmir. Huşu da başındadır. Amma taqəti yoxdur ayağa dursun. Deyir, dedim, atacan, bəs mən gözləyirəm, məni niyə çağırmışsınız? Deyir, dedi ki, istəmədim əziyyətə düşəsən. Özünə qarşı, özünün imanına qarşı həssas olan adam başqalarına qarşı belə olur. Başqa bir arifdir, deyir, uşaqları deyir ki, biz bəzən yatırdıq, namazlarımız qəzaya gedirdi, sübh namazımız. Bir dəfə demədi bizə ki, niyə namazımız qəzaya gedir? Bir dənə, deyir, evdə cəmaat namazı qılanda çönüb deyərdi ki, sübhün qəzasını zöhrdən əvvəl qılsaz yaxşıdır. Əgər qəzaya qalıbsa, belə eləsəz yaxşıdır. Adam var ki, vay o gündən özü 2 rükət namaz qıla, ətrafında olanların hamısını basıb gözünü çıxardır. Hamıdan hər şeyi tələb eləyir.